Səni vuraram, uçarsan Amerikaya deyən bir adamlar var idi. Kaş, həqiqətən həmin adam kim idisə, mən onu bu dəqiqə dəvət edirəm ki, gəlsin vursun, uçum Amerikaya. Amma viza direkt problemlərini Amerika həll eləsin. Onlar Meksikada zətdə düşməyim. Hə, sərhəddə düşməyim də, yəni düz Amerikada məsələn New York şeyə də nə idi o? Central Parka düşüm. Amerika ordusu Əfqanistandan çıxanda təyyarənin təkərindən çıxan əfqanlar var idi. Kaş onlar gedib Amerikaya çatardılar. Həmişə o videoya baxanda onun. Kaş. Onlardakı ümid fikirləşiblər ki, təkərin üstündə Amerikaya gedib çatacaqlar. Heç nə, Allah rəhmət eləsin hamısına. Amerika ölmüşlər. Görməmişsən o videonu? Yox, qalxıblar. Havadan hamısı düşürlər onsuz da. Özdə sevinə minirlər. Bilirsən, təkərin üstündə bəziləri əl eləyir belə ki, mən getdim. Qardaş, böyük ehtimal bilsən nədir? Taliban rejiminə qarşı orada. Fəsələ nətər görməmişsən, məsələsən? Talibana qarşı yəqin çox sallayan adamlar olur. Bildin necə? O videolar olur, itə belə şey eləyir, sonra setka bitir, tespitlə üz-üzə qalır. Elə bir anda o qaçıb direkt təyyarəyə minər ki, zaten ölümdür. İşin ucunda ölüm var. Bəlkə bir ehtimal təkərdə gedib çıxaram Amerikaya. Necə sevinirmişlər. Kaş Amerikaya getmək elə asan olardı. Təyyarəyə minib gedə bilərdik. Antakloska.